Dünyaya nəzarət edəcək ölkələr arasında Azərbaycan da var. ...2026-cı ildə qlobal miqyasda strateji baxımdan mühüm əhəmiyyət kəsb edən ölkələr arasında Azərbaycan, Ermənistan, Macarıstan, Monqolistan, Pakistan, Türkiyə və Qazaxıstan yer alır. Today Press TV xəbər verir ki, bunu Hudson İnstitutunun Böyük Asiya üzrə baş elmi işçisi Ken Moriyasu öz X hesabında yazıb. O bildirib ki, diqqət çəkən məqam bu ölkələrin əksəriyyətinin İngilis coğrafiyaşünası Halford Mackinder tərəfindən Avrasiya qəlbi, Heartland adlandırılan ərazidə və ya ona yaxın bölgədə yerləşməsidir. Qeyd edilib ki, Mackinder nəzəriyyəsinə görə bu qəlb bölgəsinə nəzarət edən güc Afrika, Asiya və Avropanı birləşdirən dünya adasına, nəticə etibarilə isə qlobal hakimiyyətə nəzarət etmək imkanına sahib olur. Maraqlıdır ki, Asiya quru ilə əhatə olunan bir regiondur. Onun potensialını tam şəkildə ortaya çıxarmaq üçün İran dövlətinin mövqeyini dəyişməsi və quru əlaqələri olan Türk birliyinin yaranması zəruri hesab olunur. Əks halda ixrac üçün digər çox modlu nəqliyyat modelləri təhlükəsizlik baxımından qeyri-sabit və baha başa gələcək.